Salam, 17 sentyabr, yəni bu gün müsahibədə verilmiş suallardan birini izah etmək istəyirəm. Müəllimə belə bir sual verilib: hər gün dərsə hazır gələn şagird bir dərs hazır gəlməzsə necə tədbir görərsiniz? Uşaq hər gün dərsə hazır gəlir, bir gün hazır deyilsə, onu danlamaq olmaz. Ümumiyyətlə, maraqlanmaq lazımdır, araşdırmaq lazımdır. Şagird niyə hazır deyil? Onun ailə problemi var, yoxsa mövzunu başa düşməyibdir? Bildik ki, tutaq ki, mövzunu başa düşməyibdir və yaxud da tapşırıqdırsa, tapşırığın həlli yolunu bilməyibdir, başa düşməyibdir. O mövzunu dərsdən sonra şagirdə yenidən izah edərəm. Tapşırıqdırsa, onu şagirdə izah edərəm. Ümumiyyətlə, danlayıb onda qapalı düşüncə tərzi deyək, formalaşdırmaq olmaz. Əksinə, biz ona konstruktiv rəy verməliyik, müsbət rəy verməliyik, açıq düşüncə tərzi formalaşdırmalıyıq ki, eyb yox, mövzunu başa düşməmsən, narahat olma, yenidən izah edəcəm, gələn dərs inşallah hər iki mövzuya hazır olasın. Yəni bu cür müsbət rəy vermək lazımdır şagirdə.